Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Keçən videolarımızda sizlərlə birlikdə 2025-2026 tədris ili ərzində birinci və ikinci qruplar üzrə formalaşmış ən son keçid ballarını nəzərə yetirmişdik. Bu videomuzda isə sizlərlə birlikdə üçüncü qrup üzrə 2025-2026 tədris ilində formalaşmış ən son keçid ballarını nəzərə yetirəcəyik. Videomuza keçid etməzdən əvvəl hər birinizdən xahişimiz odur ki, videolarımızın davamının gəlməsi üçün, videolarımızın anında xəbərdar ola bilməyiniz üçün zəhmət olmasa kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz. Eləcə də ixtisas seçimi prosesi ilə bağlı hər hansı suallarınız varsa, ixtisas seçimi üçün bizimlə qeydiyyatdan keçmək istəyirsinizsə, bizim 070 742 28 08 WhatsApp nömrəmizə yazmaqla ixtisas seçimi üçün qeydiyyatdan keçə bilərsiniz. Eləcə də videonun aşağısında rəy bölməsində ixtisas seçim prosesi ilə bağlı suallarınızı verə bilərsiniz. Mümkün qədər hər birinizin suallarını cavablamağa çalışacağıq. Öncəliklə hər birinizə diqqətiniz üçün təşəkkür edirik. Bildirək ki, əvvəlki videolarımızda da qeyd edirik, ancaq bu videomuzda da qeyd edək ki, ixtisas seçimi prosesi sizin gələcək karyeranızın təməlini təşkil edir. Buna görə də hər birinizdən xahişimiz odur ki, əziz abituriyentlər, çalışın ki, ixtisas seçim prosesinə sıradan bir proses kimi baxmayasınız. Çünki sizin seçəcəyiniz ixtisas sizin gələcəkdə fəaliyyət göstərəcəyiniz sahəni müəyyənləşdirir. Əgər siz təhsil aldığınız ixtisasınızı sevməsəniz, ixtisasınızdan kənar işlərdə işləməyə çalışacaqsınız. Çünki siz bu ixtisası sevmədən qəbul olubsunuz. Sizin bacarıqlarınıza, sizin maraqlarınıza uyğun gəlmir. Yəni zülmlə oxuyacaqsınız o 4 ili, o 5 ili. Ona görə çalışın ki, əziz abituriyentlər, ixtisas seçim prosesində son dərəcə ciddi yanaşasınız, işinizi peşəkarlara etibar edəsiniz, düzgün ixtisas seçim prosesi ilə ixtisas seçiminizi edəsiniz. Çünki həqiqətən də ixtisaslar seçilərkən ən önəmli nüanslardan biri o ixtisasın gələcək üçün perspektivli olması, ikinci ən önəmli nüans da sizin maraq və bacarıqlarınıza uyğun olmasıdır. Ancaq qeyd edək ki, əgər o ixtisas nə qədər perspektivli olursa olsun, əgər sizin o ixtisasa marağınız yoxdursa, siz onu sırf tələbə adı qazanasınız deyə necə gəldi seçməyin də mənası yoxdur. Ona görə biz ixtisas seçimi edərkən hər zaman iki önəmli nüansa diqqət yetiririk. Birincisi, bu ixtisas tələbənin, abituriyentin bacarığına, qabiliyyətinə, marağına nə dərəcədə uyğundur. İkinci ən önəmli nüans isə bu ixtisasın gələcək üçün perspektivi hansı səviyyədədir? Yəni, elə ixtisaslar var ki, bilirsiniz, artıq müasir dövrdəyik, innovasiya şəraitindəyik, ləğv olma təhlükəsi ilə üzləşən ixtisaslar var. Hansı ki, dövrümüz artıq elektronlaşır, avtomatlaşdırılmış sistemlərə keçid edilir və həmin ixtisaslar üzrə çalışan mütəxəssislərə o qədər də ehtiyac olmur. Bu kimi nüanslar xüsusi diqqət yetirilməli nüanslardandır. Ona görə də ixtisas seçiminizi düzgün şəkildə etmək istəyirsinizsə, bizim mütəxəssis müəllimlərimizə müraciət edə bilərsiniz. 070 742 28 08 WhatsApp nömrəmizə yazmaqla Optimal Tədris Mərkəzinin WhatsApp nömrəsidir. İxtisas seçim prosesi üçün qeydiyyatdan keçə bilərsiniz. Onu da qeyd edək ki, bizim ixtisas seçimi onlayn qaydada həyata keçirilir. Bizə ən çox ünvanlanan suallardan biri odur ki, müəllimlər üçün bəs əyani ixtisas seçimi etmirsiniz, onlayn edirsiniz. Belə deyək, əziz abituriyentlər, çünki bizim üçün önəmli olan bizim belə deyək, xidmətlərimizin ölkənin hər bir bölgəsində yaşayan abituriyent üçün, tələbə üçün əlçatan olmasıdır. Yəni biz sadəcə əyani ixtisas seçimi etsək, bu sadəcə bir bölgə, bir region üçün deyək, əlçatan olacaq. Bəs digər regionlar, bəs digər tələbələr, abituriyentlər. Ona görə bizim üçün ən önəmli öncəliyimiz ixtisas seçiminin hər bir abituriyent üçün, hər bir tələbə üçün əlçatan olmasıdır. Qeyd edək ki, bizim mütəxəssis müəllimlərimiz tərəfindən həm kolleclərə qəbul üçün, həm ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə qəbul üçün, həm də magistratura səviyyəsinə qəbul üçün ixtisas seçim prosesi peşəkar şəkildə icra olunur. Odur ki, hər birinizə uğurlar arzu edirik. İnşallah ki, hər şey ürəyinizcə olar və hər bir abituriyent tələbə adını qazanar. Ən əsası sevdiyi ixtisasda və maraqlarına uyğun olan, gələcək perspektivi olan ixtisaslar üzrə təhsil ala bilər. İndi isə gəlin videomuza keçid edək və 3-cü qrup üzrə ən son formalaşmış keçid ballarına nəzər yetirək.
Hı -hı. Gəlin ilk olaraq Bakı Dövlət Universitetini nəzərə yetirək. Əziz abituriyentlər, mən bu videoda çalışacağım ki, prioritet ixtisaslara, ən çox önəm verilən ixtisaslara nəzər yetirim. Məsələn, siz deyək ki, müəllim olmaq istəyirsiniz, müəllimliklə bağlı maraqlarınız varsa, 3-cü qrupda dil ədəbiyyat müəllimliyi ən perspektivi olan prioritet ixtisaslardan biridir. Bakı Dövlət Universitetində keçən il həm ödənişli, həm də DS üzrə keçid balı 572.5 bal olmuşdur. Bundan başqa tarix müəllimliyi və bu dediyim müəllimlik ixtisasları sırf müəllimliyə marağı olan abituriyentlər üçündür. Yəni o demək deyil ki, siz 3-cü qrupdasınız, mütləq müəllim olmalısınız və yaxud mütləq hüquqşünas olmalısınız. Elə bir şey yoxdur. Yəni bu müəllim olmaq istəyən abituriyentlər müəllimlik ixtisaslarını seçəcək, hüquqşünaslıq istəyən abituriyentlər hüquqşünaslıq ixtisasını seçəcək. Əgər hüquqa balı çatmırsa, sosial işi seçəcək. Jurnalistikaya marağı olan abituriyentlər jurnalistika ixtisasını seçəcək. Tərcüməçilik üzrə marağı olan abituriyentlər tərcümə ixtisasını seçəcək. Yəni bu sizin maraqlarınızdan asılı olan bir seçimdir və tarix müəllimlik ixtisası üzrə keçən əyani əsaslarla Bakı Dövlət Universitetində həm ödənişli, həm də DS üzrə qəbul balı 515.6 bal olmuşdur. Baxın əziz abituriyentlər, əvvəlki videolarımızda da mən hər zaman vurğulayıram. Bu videomuzda da vurğulamaq istəyirəm. Çünki elə abituriyentlər var ki, əvvəlki videolarımızda belə deyək, videolarımıza baxış keçirməyiblər, səhifəmizi yeni kəşf ediblər. Onlar üçün də bir belə deyək, məlumat olsun deyə. Tədris ingilis dilli ixtisaslar nə deməkdir? Yəni və siz tədris ingilis dilində olan ixtisaslara necə qəbul ola bilərsiniz? Tədris ingilis dilində olan ixtisaslara qəbul üçün sizin buraxılış imtahanında topladığınız ingilis dili üzrə minimal bal 40 bal olmalıdır. Yəni siz əgər ingilis dilində 40 balda üstü toplamısınızsa, siz ingilis dilində olan tədris ingilis dilində ixtisasları seçə bilərsiniz. Əlbəttə ki, balınıza uyğundursa, topladığınız ümumi bala da uyğundursa. Bir də bizə ən çox vurğulanan suallardan biri odur ki, müəllim, bəs tədris ingilis dilində olan ixtisası oxumaq bizə nə kimi bir avantaj verir? Yəni onun bizə nə kimi bir üstünlüyü var? Belə deyim, əziz abituriyentlər, bilirsiniz ki, ingilis dili ölkəmizdə və dünyada aparıcı mövqedə olan beynəlxalq dillərdən biridir. Bu həm təhsil baxımından olsun, həm gələcəkdə əmək kollektivində iş imkanları baxımından olsun, yəni üstünlük verilən, yüksək maaş verilən işlər üçün tələblərdən biri də məhz ingilis dili biliyinin olmasıdır. İkinci ən önəmli avantajlardan birisi odur ki, ola bilər ki, abituriyentlər siz bakalavrda tədris ingilis dilində olan bir ixtisas oxumusunuz Azərbaycanda, ancaq siz gələcəkdə magistri xarici ölkələrdə, yəni Avropada, Amerikada və yaxud Kanadada və digər perspektivli ölkələrdə oxumaq istəyirsiniz, yaxşı universitetlərdə təhsil almaq istəyirsiniz və bu zaman sizdən IELTS imtahanı tələb olunacaq. IELTS nədir? Qısaca bir not verim. IELTS imtahanı beynəlxalq rəsmi dil sertifikatı imtahanıdır, dil biliyi imtahanıdır və burada siz 4 kateqoriya üzrə biliklərinizi yoxlayırsınız. Reading, speaking, listening və writing. Amma əgər siz və qəbul üçün minimum 6, bəzi universitetlərdə 5 bal toplamalısınız onun üzərindən. Ancaq siz əgər bakalavrda tədris ingilis dilində oxuyubsunuzsa və yaxud magistrdə tədris ingilis dilində olan bir ixtisas oxuyubsunuzsa, bu zaman siz IELTS balı olmadan, IELTS-ə ehtiyac olmadan qəbul ola bilərsiniz xarici universitetlərə, xarici ölkədə təhsil ala bilərsiniz. Yəni bu baxımdan da sizin üçün üstünlüyü var. Təhsildə sosial-psixoloji xidmət ixtisası, xüsusilə də 4-cü qrupda ballar bilirsiniz ki, yüksəkdir və çox abituriyent istəyər ki, psixoloq kimi fəaliyyət göstərsin və onu da qeyd edək ki, psixologiya ixtisası, psixologiya sahəsi müasir dövrümüz üçün ən önəmli ixtisaslardan biri hesab olunur. Dövrün psixososial vəziyyətlərindən asılı olaraq həqiqətən də perspektivli ixtisaslardandır və 3-cü qrupda da siz psixologiya ixtisasının ekvivalenti olaraq təhsil sosial-psixoloji xidmət ixtisası üzrə təhsil ala bilərsiniz. Burada Bakı Dövlət Universitetində keçən əyani əsaslarla formalaşmış keçid balı 481.7 bal olub, həm ödənişli, həm də DS əsaslarla. Digər ixtisas beynəlxalq münasibətlər ixtisasıdır. 4.6 bal ödənişlisi, 481.4 bal isə DS, yəni dövlət sifarişli pulsuz
deyək, ixtisas üçün bal olub. Digər bir ixtisas dövlət və ictimai münasibətlər ixtisasıdır. Burada DS üçün, yəni pulsuzda qəbul olmaq üçün formalaşmış keçid balı 609 bal olub keçən Bakı Dövlət Universitetində. Ödəniş əsaslarla keçid balı isə 537,5 bal olub. Sonra filologiya ixtisası var. Burada filologiya daha çox Alman və ingilis dillərinə üstünlük verilir, deyək. Alman dili və ədəbiyyatı üzrə filologiya keçən il 497,8 bal ödənişli, 504,6 bal isə DS üzrə qəbul balı olub. İngilis dili üzrə isə həm ödənişli, həm də DS üzrə 512,7 bal olub. Və gəldik 3-cü qrupun ən prestijli ixtisaslarından birinə, hansı ki, abituriyentlər tərəfindən ən önəm verilən ixtisaslardan biri hesab olunur. Çox abituriyent 3-cü qrupu məhz hüquqşünaslıq ixtisasına qəbul olmaq üçün seçir. Və əyani əsaslarla, deyək, hüquqşünaslıq ixtisası üçün siz Bakı Dövlət Universitetində həm əyani, həm də qiyabi əsaslarla təhsil ala bilərsiniz. Əyani əsaslarla keçid balı keçən il ödənişli və DS üzrə 621,7 bal olmuşdur. Qiyabi əsaslarla dövlət sifarişi üzrə qəbul aparılmayıb, ödəniş əsaslarla isə keçid bal 566,2 bal olmuşdur. Belə. Və burada regionşünaslıq ixtisası var. Regionşünaslıq ixtisası üzrə isə siz Qafqaz ölkələri üzrə, Amerika üzrə, İran üzrə, Türkiyə, İsrail, Pakistan, Koreya və digər ölkələr üzrə regionşünaslıq ixtisaslarında təhsil ala bilərsiniz. Belə. Gəlin indi və bir də belə deyək, sosial iş ixtisası. Sosial iş ixtisası 3-cü qrupda son illərdə abituriyentlər tərəfindən ən çox seçilən ixtisaslardan biridir. Kimlər ki, hüquqa qəbul olmaq istəyir, ancaq balı kifayət qədər olmur və hüquqi sahələrə, sosial müdafiə sahəsinə maraqları varsa, onlar sosial işi seçirlər. Sosial iş nədir? Sosial iş əhalinin rifahının artırılmasına, onların hüquqlarının belə deyək, müəyyən olunmasına, hüquqlarının qorunmasına, əhalinin sosial müdafiəsinin təmin olunmasına yönəldilmiş bir ixtisasdır, peşədir, elmdir. Və sosial iş ixtisası üzrə Bakı Dövlət Universitetində keçən il əyani əsaslarla həm ödənişli, həm də DS üzrə formalaşmış minimal keçid balı 505,4 bal olmuşdur. İndi isə gəlin Pedaqoji Universitetə nəzər yetirək. Azərbaycan Dövlət Pedaqoji Universiteti bilirsiniz ki, ölkəmizdə pedaqoji kadrların yetişdirilməsi üzrə ölkəmizin bir nömrəli ali təhsil müəssisələrindən biri hesab olunur. Həqiqətən də orada müəllimlik ixtisasında təhsil alanlar üçün təhsil yüksək səviyyədə tədris olunur. Və 3-cü qrupda ən çox müraciət olunan ixtisaslardan biri Pedaqoji Universiteti üzrə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasıdır. İkinci yerdə xarici dil müəllimliyi, ingilis dil müəllimliyi üzrədir. Daha sonra ibtidai sinif müəllimliyi və məktəbəqədər təhsil üzrə, eləcə də tarix müəllimliyi ixtisasları üzrə və təhsil sosial psixoloji xidmət və sosial iş ixtisasları üzrə, belə deyək, abituriyentlər daha çox önəm verirlər. Tələbiyyat müəllimliyi ixtisası üzrə keçən əyani əsaslarla pedaqojidə formalaşmış keçid balı ödənişli və DS üzrə 522,7 bal, İngilis dil müəllimliyi ixtisası üzrə ödəniş əsaslarla əyani keçid balı 480,8, DS üzrə isə, yəni pulsuz oxumaq istəyirsinizsə 553 bal olmuşdur. İbtidai sinif müəllimliyi ixtisası üzrə ödəniş əsaslarla keçid balı 431, DS üzrə formalaşmış keçid balı 475,5 bal olmuşdur. Məktəbəqədər təhsil ixtisası üzrə əyani əsaslarla ödənişli keçid balı 407,2 bal, DS üzrə 421,9 bal olmuşdur. Tarix müəllimliyi ixtisası üzrə ödənişli keçid balı 468, DS üzrə 506,9 bal olmuşdur. Və təhsildə sosial psixoloji xidmət ixtisası üzrə isə 444,5 bal olmuşdur. Həm DS, həm də ödəniş əsaslarla. Və gəlin, burada da sosial iş ixtisasına nəzər yetirək. Sosial iş ixtisası üzrə burada əyani əsaslarla keçid balı 464,1 bal olmuşdur. Həm ödənişli, həm də DS üzrə qəbul balı olaraq. İndi isə gəlin İqtisad Universitetinə nəzər yetirək. Siz İqtisad Universitetində, yəni digər adı ilə desək, UNES-də siz beynəlxalq münasibətlər ixtisası üzrə təhsil ala bilərsiniz. Türk dilində və Azərbaycan dilində olmaqla, eləcə də sosial iş ixtisası üzrə əyani və qiyabi olmaqla təhsil ala bilərsiniz.
Gen ballarına nəzər yetirək. Beynəlxalq münasibətlər tədris türk dilində olduqda siz əyani əsaslarla ödənişli keçid balı 390.8 bal olmuşdu keçən bu üzrə qəbul ola bilərsiniz. Eləcə də 480.3 balla DS üzrə qəbul ola bilərsiniz. Beynəlxalq münasibətlər ixtisası üzrə əyani keçid balı keçən il üçün ödəniş əsasları 429.5 bal, DS üzrə 480.6 bal olmuşdur. Sosial iş ixtisası üzrə isə əyani əsaslarda keçid balı həm ödəniş həm də DS üzrə 487.4 bal olmuşdur. İndi isə gələk Azərbaycan Dillər Universitetinə. Əlbəttə ki, 3-cü qruplar bu universiteti daha çox ingilis dili müəllimliyi ixtisasına qəbul olmaq üçün və tərcümə ixtisasını seçmək üçün oxuyurlar. Elə isə gəlin burada elə iki ixtisasa baxaq. Xarici dil müəllimliyi ingilis dili üzrə olduqda əyani əsaslarla ödənişli keçid balı 482.5 bal, DS üzrə isə 551.4 bal olmuşdur. Və tərcümə ixtisası ingilis dili üzrə olub 487.7 bal, həm ödənişli, həm də DS üzrə. Alman dili üzrə isə olub 489.4 bal, həm DS, həm də ödənişli üzrə. Fransız dili üzrə ödənişli keçid balı 389.6 bal, DS üzrə isə 492.5 bal olub. Belə. Əziz abituriyentlər, istəmirəm videomuz çox uzun olsun, sizləri yormaq istəmirəm. Ona görə də videonu burada yekunlaşdırmağı düşünürəm. Sizlər də əgər digər ixtisasların ballarına da nəzər yetirmək istəyirsinizsə, jurnalı 073422808 WhatsApp nömrəmizə yazmaqla əldə edə bilərsiniz. Eləcə də düzgün ixtisas seçimi üçün 073422808 WhatsApp nömrəmizə ad, soyad, dil şəxsi kabinet parolunuzu və digər müvafiq məlumatları yazmaqla qeydiyyatdan keçə bilərsiniz. Ən əsası topladığınız balı qeyd etməklə. Mütəxəssis müəllimlərimiz tərəfindən sizin topladığınız bala müvafiq olaraq ən dəqiq ixtisas seçimi analiz nəticəsində düzgün ixtisas seçimi prosesi icra olunacaq. Yenə də qeyd edək, əziz abituriyentlər, bizim digər ixtisas seçimi edən müəllimlərdən əsas fərqimiz odur ki, biz hər bir abituriyentə individual yanaşırıq və onların balına müvafiq olaraq dəqiq ixtisas seçimi analizləri nəticəsində ixtisas seçimini edirik. Yəni bizim üçün məqsəd sadəcə abituriyentin tələbə olması deyil. Hansı ixtisas olsun, tələbə olması deyil. Bizim üçün əsas məqsəd, bir nömrəli məqsədimiz abituriyentin sevdiyi ixtisas üzrə bilik, maraq və qabiliyyətlərinə uyğun olan, ən əsas topladığı bala müvafiq olan ixtisaslar üzrə və gələcəkdə perspektivi olan ixtisas üzrə təhsil almasıdır. Ki, gələcəkdə həmin abituriyent ixtisas seçimi edən müəlliminə təşəkkür etsin ki, o onu ən yaxşı bilik, bacarıq və qabiliyyətlərinə uyğun olan, gələcək üçün perspektivi olan, həmçinin balına uyğun olan ən alternativ yolla onu ixtisas seçimini edib və ona tələbə adını qazandırıb. Yəni bizim üçün önəmli olan budur. Ona görə biz hər bir abituriyentimizə fərdi olaraq yanaşırıq, individual olaraq yanaşırıq. Hətta bir saat ayırmırıq, yəni biz bir ixtisas seçiminə. Bizim ixtisas seçimlərimiz bəzən ən kritik ballar üzrə hətta bir gün belə çəkə bilir. Niyə? Çünki biz Dövlət İmtahan Mərkəzinin əvvəlki illərdə çıxmış jurnallarını da analiz edirik, onların da nəticəsinə baxırıq, yeni jurnalın da nəticəsinə baxırıq, qəbul faizini hesablayırıq. Yəni burada biz dəqiq, düzgün ixtisas seçimi analizi ilə ixtisas seçimi edirik ki, bu ixtisas seçiminin nəticəsi olaraq digər abituriyentlərimizlə yanlış ixtisas seçiminin qurbanı olmasınlar. Çünki biz keçən il bu hallarla çox sıx-sıx qarşılaşdıq. Belə ki, abituriyentlər daha çox belə reklamı böyük olan, amma ixtisas seçiminə barmaq arası yanaşan müəssisələrə getdilər. Yanlış ixtisas seçimi nəticəsində aşağı ballı ixtisasların balı yuxarı qalxdı. Beləcə, hətta 400-500 bal aralığında toplayan abituriyentlər belə ixtisas seçimində kənarda qaldı, qəbul ola bilmədi. Çünki yanlış ixtisas seçiminin qurbanı oldular. Yuxarı ballı toplamış tələbələrə aşağı ballı ixtisasları yazdı, dırnaq arası, belə deyək, peşəkarlar. Ona görə də aşağı ballı ixtisasların balı qalxdı və beləcə yuxarı bal toplayan, orta bal toplayan abituriyentlər tələbə adını qazana bilmədilər və boş qalan plan yerlərindən qəbul üçün müraciət etmək məcburiyyətində qaldılar. Ona görə də əziz abituriyentlər, baxın, bir daha vurğulayırıq ki, düzgün ixtisas seçimi sizin karyeranızın təməlidir.
Siz ola bilər bal toplamısınız, amma hər şey bal toplamaqdan ibarət deyil. Siz bal toplamısınız, bəli, əhsən, bu bir uğurdur. Ancaq topladığınız bala uyğun olaraq, bacarıqlarınıza uyğun olaraq, maraqlarınıza uyğun olaraq, gələcəkdə perspektivi olan ixtisas üzrə təhsil almağınız bu sizin karyeranız üçün etdiyiniz ən böyük investisiyadır. Ona görə də diqqətli olun ixtisas seçimi edərkən, çalışın ki, mütəxəssis müəllimlərə ixtisas seçimi etdirəsiniz və hər birinizə uğurlar arzu edirik. Bir daha qeyd edirik ki, ixtisas seçimi üçün 070 742 28 18 WhatsApp nömrəmiz sizlər üçün hər zaman açıqdır. Suallarınızı ünvanlaya bilərsiniz, jurnalları əldə edə bilərsiniz. Kimlər ki, özləri ixtisas seçimi etmək istəyir. Eləcə də bizim mütəxəssis müəllimlərimiz tərəfindən ixtisas seçiminin edilməsi üçün qeydiyyatdan keçə bilərsiniz bizim WhatsApp nömrəmizə yazmaqla. Bir daha çox sağ olun. Gələn videolarda görüşmək ümidi ilə. Hər birinizdən xahişimiz odur ki, kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz ki, növbəti videolarımızdan anında xəbərdar ola biləsiniz və videolarımız hər bir abituriyent üçün əlçatan olsun və onlar da yararlanmış olsunlar. Sağ olun. Gələn videolarda görüşmək ümidi ilə.